Salamlar, mən Zakir. Dünən söz verdiyim kimi adım İfasda proqramlarla artırmaq üçün proqramı tapmışam. O proqramı necə istifadə etmək lazımdırsa göstərəcəm. Video altında yükleme linki qeyd edəcəm. O linkdən lazım proqramı yükləyirsiniz. Yəni bu açılacaq. Buradan proqramı yükləyəcəksiniz. Proqram kompüter yüklənəndən sonra şimdi internette yüklənince, məndə yüklənib hazır oradan götürün. Onu install edirsiniz. Böyle bir fayl açı setup ediniz, açıyorsunuz. Next vurup kabul edip next her lazım programı install edirsiniz. Seçirsiniz papkanı. Next edip burada kuş koyuyorsunuz. Next edirsiniz, install edirsiniz. Program kompüter yüklendi. Bağları yani ki program çalışsın Chrome'dan istifadə edin. Program budur. Açıyoruz programı bu cür, yəni Chrome'dan administrasiyada daxil olursunuz. Əgər dünənki dərsliyi görməyənlər varsa, onlar girib baxa bilər. Kanalımda var həmin dərslik. Proqramın sonrası Advanced bölməsində daxil olursunuz, bizə göstərin. Daxil ondan sonra burada bir yazılan yerə. Dəyişib neçə dəfə həmin zapis etdirirsə, neçə dəfə təkrarlanmağını istəyirsinizsə, o qədər yazın. Məsələn, mən 9999 yazdım. OK vururam. OK vurandan sonra proqram təzədən həminki vəziyyətinə qayıdır. Burada məsələn, Facebook'la yığırsınız xalalarınızı. Facebook like bölümünə daxil olursunuz. Proqramı buraya gətirib rekord vurursunuz. Rekord vurandan sonra like butonu üstünə bir də klikləyirsiniz, yəni həmişəki kimi və burada like edirsiniz. Yəni burada da klikləyirsiniz like-a. Ola bilər kimisə cover şəkli olmasa like buralara düşür, ya da ki mesaj bölməsi bağlı olanda bura düşür like etmək butonu. Ona görə belə edib bağlayırsınız, stop verib play edirsiniz. Və bu qədər. Mən ərzimi çıxırdan çəkdim. Hal-hazırda kompüter özü yerinə yetirir bayaq etdiyim prosesi. Yəni bayaq etdiyim prosesin təkrarını yerinə yetirir. Adamın həvəsi olmur bunu xalalara oturub bir ona görə bu proqram əlverişlidir. Məsələn, belə qoyur, birini edib qoyub, getirirlər sarsa, özü avtomatik like edib xalaları yığır. Heç bir qolsu da yoxdur, banın prosesini vermirlər. Bu qədər. Əgər nəsə hansısa bir çətinliyiniz var, ona aid dərslik istəyirsinizsə, kommentə yazarsınız, kanalıma abunə olun, mən həmin dərsliyi çəkib qoyaram. Bu qədər. Proqramı bunu saxlamaq istəyirsinizsə, o proqramın üstünə açıb play vuran vaxt, Alt F4 edin və proqramı bağlasın. Bir dəqiqəni göstərəcəm. Proqramı açanda Alt F4 edin, proqramı bağlasın. Bu qədər.